Maliyyə Nazirliyinin İstintaq Xidməti və Dövlət Təhlükəsizlik Xidməti birgə əməliyyat nəticəsində Bakuriyaniyədə Kristal Qrup şirkətinin rəhbərini böyük məbləğdə qanunsuz gəlirin leqallaşdırılması ittihamı ilə həbs edib. İstintaqla müəyyən edilib ki, şirkət dövlət icazəsi olmadan 5 otel, şəxsi qanat yolu və xizək trası tikib. Bu obyektlərdən milyonlarla lari məbləğində gəlir əldə edib. Hazırda iş üzrə 1 milyon 894 min lar həcmində qanunsuz gəlirin leqallaşdırılması faktı təsdiqlənib. İstintaq digər əlaqədar şəxslərin, o cümlədən dövlət qulluqçuların müəyyən edilməsi istiqamətində davam edir. Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Xulo Bələdiyyə Meriyasının nümayəndəsini rüşvət alma ittihamı ilə saxlayıbdır. İstintaqın məlumatına görə o dövlət tenderində qalib gələn şirkətin mallarını natamam qəbul edib, sənədlərdə isə tam şəkildə göstərib və bunun müqabilində pul şəklində rüşvət alıb. Cinayət faktı üzrə aparılan gizli istintaq nəticəsində audio və video sübutlar əldə olunub. Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsi ilə davam edir. Bu maddə 6 ildən 9 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.